Pensiya artımları və ödəniş tarixləri ilə bağlı ən son rəsmi məlumatlardan vaxtında xəbərdar olmaq üçün videonu bəyənməyi, kanalımıza abunə olmağı və videonu sona qədər izləməyi unutmayın. Bu ilin yanvar ayından etibarən Azərbaycanda pensiya ödənişləri artımlarla ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən rəsmi məlumatlar verilib. Bildirilib ki, pensiyaçıların sosial rifahının yaxşılaşdırılması məqsədilə əmək pensiyaları hər il qanunvericiliyə uyğun olaraq indeksləşdirilir. Cari ildə də bu mexanizm tətbiq olunur və artımlar əvvəlki ilin orta aylıq əmək haqqının artım tempinə uyğun hesablanır. Rəsmi məlumata əsasən, yanvar ayı üzrə pensiya ödənişlərinə ayın ilk 10 günlüyündən etibarən başlanacaq. Pensiyalar mərhələli şəkildə ödəniləcək. İlk olaraq yaşa görə pensiya alan şəxslərin vəsaitləri köçürüləcək. Növbəti günlərdə isə əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alan vətəndaşların ödənişləri həyata keçiriləcək. Qeyd olunur ki, bütün pensiya ödənişlərinin ayın 15-dək tam şəkildə başa çatdırılması nəzərdə tutulur. Artırılmış məbləğlər avtomatik şəkildə vətəndaşların bank kartlarına köçürüləcək və bunun üçün pensiyaçıların əlavə müraciətinə ehtiyac olmayacaq. Eyni zamanda dövlət büdcəsində pensiya təminatı üçün ayrılan vəsait əvvəlki illə müqayisədə artırılıb. Bu da ödənişlərin vaxtında və fasiləsiz həyata keçirilməsinə imkan yaradır. Hökumət tərəfindən sosial yönümlü siyasətin davam etdirilməsi prioritet olaraq qalır. Məsul qurumların açıqlamasına görə, indeksasiya nəticəsində orta aylıq pensiya məbləğinin artması gözlənilir. Bu artım pensiyaçıların gəlirlərinin inflyasiya şəraitində qorunmasına və onların alıcılıq qabiliyyətinin saxlanılmasına xidmət edir. Eyni zamanda, indeksasiya nəticəsində orta aylıq pensiya məbləğinin yüksəlməsi gözlənilir. Bu artım inflyasiya şəraitində pensiyaçıların alıcılıq qabiliyyətinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə ərzaq və kommunal xərclərin artdığı bir dövrdə bu cür addımlar sosial balansın saxlanmasına xidmət edir. Nəticə etibarilə demək olar ki, yanvar ayında pensiya ödənişlərinin artımlarla və vaxtında verilməsi dövlətin sosial yönümlü siyasətinin davamlı xarakter daşıdığını göstərir və bu qərar minlərlə pensiyaçı üçün yeni ilin daha sabit başlamasına imkan yaradır. Rəsmi məlumata görə, yanvar ayı üzrə pensiya ödənişlərinə ayın ilk 10 günlüyündə start veriləcək. Ödənişlər mərhələli şəkildə aparılacaq. Əvvəlcə yaşa görə pensiya alan vətəndaşlara, daha sonra isə əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alan şəxslərə vəsaitlər köçürüləcək. Bütün ödənişlərin ayın 15-dək yekunlaşdırılması planlaşdırılır. Diqqət çəkən məqam ondan ibarətdir ki, artımlar avtomatik şəkildə tətbiq olunur və pensiyaçıların əlavə müraciət etməsinə ehtiyac qalmır. Bu isə həm vaxt itkisinin qarşısını alır, həm də sosial xidmətlərin daha çevik təşkil edildiyini göstərir.